Niyə bu dünyada həmişə sevən qadınlar tərk olunur, həmişə tək və tənha qalır? Günahımız nədir axı? Zar, eşitdim sənin saat kolleksiyan var. Hə, təxminən, düz deyirsən. Məndə orijinal 3 saat kolleksiyası var. Həm mexaniki, həm klassik, həm də sport üslubda. Özdə ölkədə bunu məndən ucuz qiymətə satan yoxdur. Bilirsən də Zar, qarşıda Spartakın ad günü gəlir. Ona uyğun gözəl bir saat almaq istəyirəm. Mən səni illərlə sevdim, gəncliyimi, ömrümü sənə fəda elədim. Sən mənə bu illər ərzində heç nə almadın. Amma Spartaka saat alırsan. Görürsən qadınlar niyə onu həqiqətən sevən insanın qədrini bilmir. Nədənsə onunla gəzən, alladan, istifadə edən insana daha çox dəyər verir. Niyə elə deyirsən ay Zar? Bilirsən ki, mən səni sevmişəm. Spartak sadəcə mənim dostum olur. Yox, təxminən. Əgər sən Spartaka saat almaq istəyirsənsə, mən sənə saat satmıram. Pulunu verirəm də, öz də artıqlamasınla. Satmıram, təxminən. Əl çək. Bu gündən sonra bütün münasibətimiz bitdi. Zar, nə olar, getmə. Yaxşı.